24 nömrəli sual. Reaksiyada yazılıb əmsallaşdırılıb uşaqlar. Görün necə rahat sual. Deyir ki, reaksiya zamanı reduksiya edici bu qədər elektron verərsin. İndi elə uşaqlar var təzə qoşulub, amma mən uşaqlara belə bir qayda demişdim. Təzə qoşulanlar da özündə qeyd edə bilər. Metal ilə turşu arasında gedən reaksiyada, cümləyə bax, metal ilə turşu arasında gedən reaksiyada metal həmişə reduksiya edici. Metal ilə turşu arasında gedən reaksiyada həmişə metal reduksiya edicidir, turşu oksidləşir. Bunu buradan da görə bilirsiniz uşaqlar. Kalsiyumdur, bəsit halda 0-dır. Burada isə müsbət 2-dir. Kalsiyum sabitdir, 2 var. 0-dan müsbət 2-yə gəldi. Elektron artdı deyə oksidaşma dərəcəsi, artanda reduksiya edicidir. Digəri isə kükürt müsbət 6-dan gəldi burada 0. 0 yox, mənfi 2. Azaldı, oksidləşdi. Deyə bilərsiniz, müəllim, o kalsium SO4-dəki kükürdü niyə götürmədiniz? Biz bilirik ki, H2SO4-də nədirsə kükürd. Digər SO4-də də olardı, o dəyişə bilməz ki, ona görə ona dəymədim. Orada da 6 olar, dəymədim. Bizə deyir uşaqlar, reduksiya edici bu qədər elektron verərsə, birinci bu 24,08, 10^-23-ü molekulla ifadə edib, bunu mola çevirsək, neçəyə bölmək lazımdır? 4 mol. 6,2, 10^2, o eləyir 4. Bizə deyir ki, reduksiya edici 4 elektron verəndə alınan duzun kütləsini tap. Deyir ki, 4 mol elektron versə, nə qədər duz alınar? Bilmirəm, x duz. Uşaqlar, siz mənə deyin görək, reduksiya edici dedik kalsiyumdur. Kalsiyum 0-dan gəlib müsbət 2, neçə elektron verir uşaqlar? 0-dan 2-yə gələndə neçə elektron eləyir? 2 elektron. Kalsiyumun da qarşısında reaksiyanın tənliyində neçə var? 4 var. Mütləq əmsal vurulmalıdır. 4-ü 2-yə vuranda nə qədər eləyir? 8. Deməli, əslində 8 mol elektron verir. 8 mol elektron verəndə də bizdən alınan duzun kütləsini istəyir. Burada alınan duz hansı duzdur? Kalsiyum SO4-dür. Onun da kütləsi verilib bizə 136. Qarşısında da 4 var. 4 vur 136. Deməli, 8 mol elektron verəndə 4 vur 136 qram duz alınır. Bizdə isə məsələn şərt edir, 4 mol olsa bu nə qədər? Bunun yarısı olar da. Bundan bu gedər 2. Bundan bu gedər 2. Olar 2 vur 136. 2-ni 136-ya vuranda neçə edirsə odur? 270. Hə, neçədirsə odur? 2 vur 136.